Salam, bundan əvvəl mən cırnardan palçıq turşu hazırlamışdım. Bu səfər nar varkən dedim, niyə də ev şəraitində lavaşını hazırlamayım. Necə edirəm? Dənələnmiş narın üzərinə su tökürəm, qoyuram pörtlənməyə. Yaxşıca yumşalandan sonra ocaqdan götürürəm, mikserlə qarışdırıram. Daha sonra süzgəcdən keçirirəm. Suyunu qoyuram ocağın üzərinə və qatlaşmanı gözləyirəm. Biraz da şəkər əlavə edirəm, çünki çox turşudur. Daha sonra qatlaşandan sonra yağlı kağızın üzərinə yağ sürtürəm və nazik şəkildə tökürəm və əvvəlcədən isidilmiş 50-70 dərəcə arasında sobada quruduram. Kim bilmirsə palçıq turşusu necə hazırlansa, videonun aşağı hissəsində link yerləşdirmişəm. Oradan keçib izləyə bilərlər. Palçıq turşuda mən duz və yağ əlavə elədim. Burada şəkər əlavə elədim. Çünki turş nardır, ona görə. Ayrı meyvələrlə eləyirsə şəkər də lazım deyil. Sobada da necə quruduram? Əvvəlcə 1 saat yarım quruduram sobada. Sobanın qapağını da yarımçıq açıq qoyuram. Daha sonra isə soba keçir. Biraz bu da lavaşına da soyuyur. Daha sonra 1 saat soyanan sonra yenidən yandırıram. Bunu təxmini 3 dəfə edirəm. 4-3 dəfə. Yəni baxın necə alınacaqsa. Daha sonra isə soyandan sonra bu cür kağızın üzərindən götürürəm. 4 bucaqlı qabda olan üst gözündə olduğuna görə biraz çoxlu qurudur. Siz quruyan zamanda bunu yerini dəyişdirə bilərsiniz və istəmirsiniz ki, işığınız və yaxud da mən elektrikli sobada qurutmuşam. Siz qaz sobasında da quruda bilərsiniz. Qənaət etmək istəyirsinizsə, hava yaxşıdırsa, günüdürsə çöldə də quruda bilərsiniz. Onda gec quruyacaqdır. Və deyilənə görə şəkər qatanda gec quruyur. Mən də şəkər qatmışdım. Bəlkə də bundan da tez quruya bilərdi. Belə dostlar, mən çox bəyəndim. Düşünürəm ki, irəlidə cürbəcür meyvələrdən də hazırlayacağım. Çox gözəldir, çox dadlıdır. İzlədiyiniz üçün təşəkkür. Mən bəyəndim. Siz də bəyəndinizsə bəyən düyməni basmağı unutmayın. Yeni qoşulanlar isə abunə olmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkür. Hələlik.